قل هل يستوي الذين يعلمون والذين لا يعلمون. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه أجمعين. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Biz sizinlə devam edirik Allahın izni ilə. Əqidədə sual-cavab. Yəni bilirsiniz, müsəlman üçün əqidə çox mühümdür. Hər bir müsəlman öz əqidəsini, etiqadını bilməlidir. Çünki elə əqidə, etiqad müsəlmanın cənnətə girməsinin səbəbidir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Yəhudilər 71 firqəyə, xristianlar 72 firqəyə, mənim ümmətim isə 73 firqəyə bölünəcək. Özü Allah Rəsulü xəbər verib, bu xəbər artıq baş verib, əlhamdülillah. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni möcüzələrindən bir möcüzədir, ayətlərindən bir ayətdir. Ki onun peyğəmbərliyinin yəni sadiq olmasının dəlillərindən biridir ki, həqiqətən də ümmət bölünüb 73 firqəyə. O bu firqələri alimlər sayıblar. Bəzi alimlər deyirlər ki, burada çox qəsd olunur. O bəzi alimlər dəqiq bunu sayıblar. Necə ki, onlardan Yusuf ibn Asbat kimi, rahiməhullah və həmçinin Abdullah ibn Mübarək kimi. Onlar deyiblər ki, firqələrin usulu 4-dür. Rafizilər, qədərilər, xavariclər və murciyalar. Deyir, onların da hərəsi 18-ə bölünür. Onların hərəsi də 18 firqəyə nə qədər olur? 72. Değil mi? 4 vur 18, 72. Və yerdə qalır bir nicat tapan firqə. Deyir ki, kulluhum finnar illə vahidə. Bu ləfiz səhihdir. Yəni, onların hamısı cəhənnəmdədir, birindən başqa. Özü Allah Rəsulü xəbər verib ki, birindən başqa. Deyir ki, soruşurlar, o kimdir? Deyir, humul cəmaə. Deyir ki, onlar cəmaat olanlardır. Yəni, haqq üzərində olanlardır. Və bir rəvayətdə gəlib, onlar mən və mənim sahabələrimin mə ənə aleyhil-yevm və ashabi. Mən və sahabələrim bugün hansı əqidədəyik, o əqidədə olanlar həm onlar olacaqlar. Fikir verirsiniz, əhl-i-sünnə və cəmaət. Bu hədisdə gəlib ki, mən və sahabələrim o gün Peyğəmbər sallallahu əleyhi və səlləm yaşadığı vaxt hansı əqidədədir, o əqidədə olan insanlar həmin firqə sahibləri olacaq. Ona görə bizə vacibdir ki, sahabələr kimi olaq. Allah Teala Quran-ı Kərimdə çox insanlar deyir ki, doğru yol necə bilək? Asan da doğru yol, çətin deyil. İnsanlar özlərini çətinləşdirib. Fəin əmənu bimisli mə əməntum bihi fəqad ihtədəv. Əgər siz də onlar kimi iman etsəydiniz, Allah Teala fəin əmənu, onlar da iman etsəydilər sizin kimi, yəni ey sahabələr sizin kimi, fəqad ihtədəv, artıq hidayət olardır. Və-səbiqunəl əvvəlun minəl muhacirinə vəl-ənsar vəl-ləzinə təbəuhum bil-ihsən. Deyir ki, dində hamını ötüb keçən mühacir və ənsarlar və onlara ən gözəl şəkildə tabi olanlar, Allah Teala deyir, radiyallahu anhum və radu'an. Deyir ki, Allah onlardan razıdır, onlar da Allahdan. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Və deməli, Allah Teala bu ayda bizə deyir ki, mən kimdən razıyam? Kimdən? Sahabələr və onlara ən gözəl şəkildə tabi olanlar. Necə ki, Allah Rəsul deyir ki, mən və bugün sahabələrim hansı yoldayıqsa, hansı əqidədəyiksə, o əqidədə olanlar, o bir firqə olacaq. Allah bizi onlardan eləsin. Və ona görə əqidə mühümdür. Ona görə biz də bu əhl-i sünnənin usullarından, əqidələrindən biri də odur ki, əhl-i sünnə birinci öz beynindən əqidə qurub, sonra Quran və sünnədən dəlillər toplamır. Əhl-i sünnə və cəmaa Quran və sünnədə, Quran və hədislərdə nə gəlibsə, onun üzərində etiqad qurur. Yəni, bu etiqad nazil olub göydən. Quran nazil olub və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisləri də nazil olub. Necə ki, Hişam ibn Həssən rahimehullah deyir ki, Ənzələ Cibrilun el-Qur'ana
əs-sünnətə kəmə ənzələl Qur'anə. Deyir ki, Cibril sünnəni nazil edib Allahdan, necə ki, Qur'anı nazil edib. Qur'an-ı Kərimdən də bunun nə qədər dəlilləri var. Allah Teala buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. Deyir ki, onun danışdığı havadan danışmır, keyfi istədiyini danışmır. Yəni, yeganə insan olub ki, yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem özü istədiyi şeyi danışmayıb. Onun danışdığı şeylər vəhiy olub. Yəni, biz görsən, istədiyimiz, keyfimiz istəyən şeyləri danışırıq və danışdığımız şeylər vəhiy deyil və yaxud da ki, yəni, öz istəyimizdən danışırıq Allahın izni ilə. Təbii ki, Allahın yardımı var insana. فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا. Allah insana günahlarını da, təqvasını da ilham edir. O ilham da nəyə görə olur ona? Onun təqvasına, onun imanına, onun Allaha itaət etməsinə görə və onun nəsiyyətə qulaq asmasına görə. Allah Teala buyurur ki, Nisa surəsində deyir ki, وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنْ يَقْتُلُوا أَنْفُسَكُمْ أَوْ يَخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ. Deyir ki, biz onlara desəydik ki, döyüşün Allah yolunda və yaxud da bir-birinizi çıxardın diyarınızdan, onlardan az bir hissəsi ona əməl edərdi. وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا. Əgər onlara olunan nəsiyyətə qulaq assaydılar, görürsən, subhanallah. Ona görə insana kim nəsiyyət edirsə, gərək nəsiyyətə qulaq assın. Həmin insan. Nəsiyyətə qulaq asmaqda xeyir var, Allah Teala deyir. وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ. Əgər onlar nəsiyyətə qulaq assaydılar, onlar üçün daha xeyirli olardı. Və əşəddə təsbitə, haqq yolda qalmaları üçün daha şiddətli, gözəl olardı. Sonra nə deyir Allah Teala? وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا. Onların nəsiyyətə qulaq asmaq səbəbi ilə biz onları doğru yola hidayət edərdik. وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا. Biz onları doğru yola yönəldərdik. Sonra Allah Teala deyir ki, وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Əgər kim Allaha və Rəsuluna itaət edərsə, görsən, Allaha və Rəsula itaət edən, onlar kimlə bərabər olacaq? فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ. Onlara Allahın nimət verdiyi kəslərlə bərabər olacaqlar. Minən nəbiyyin, peyğəmbərlər, sıddıqlar, şəhidlər, salihlər və həsuna uləikə rafiqa. Onlar nə gözəl dostlardır. Ona görə insan onlarla bərabər olmaq üçün Allah Rəsuluna itaət etməlidir. Bu, xüsusən də əqidə etiqad məsələlərində insan doğru yolda olmalıdır. Çünki əqidə etiqad məsələsi insan həqiqətən ya səhlənkarlığından, ya inadkarlığından bu xataya düşərsə, bu bağışlanmır. Necə bağışlanmır? Yəni, başqa firqədərsə mütləq cəhənnəmə düşəcək. Çünki Allah Rəsulu xəbər verir bu haqda. Əgər şirkdirsə, getdi, əbədiyyən insan. Bilərəkdən insan şirk etdi, əbədiyyən cəhənnəmlikdir insan. Bağışlanmır. Allah Teala şirki bağışlamır. İnna Allah la yaghfiru an yushraka bihi. Allah özünə qoşulan şirki bağışlamır. Və yaghfiru ma dun zalika limen yasha. Ondan aşağı günahları isə istədiyinə bağışlayar. Bax, istədiyinə. Ona görə böyük günah sahibləri əhl-i-sünnənin etiqadıdır ki, Allahın təhtə məşiyyətillə, Allahın istəyi altındadır. İnşa əzzəbəhu və inşa əğafərə ləhu. İstəsə Allah onlara əzab verər, istəsə onları bağışlayar. Və bu əqidə məsələlərindən biri, biz sual-cavab əqidə dərslər götürür sizdən. Və buyurur ki, Hafiz Həkəmi rahiməhullah, mə dəlilu zəlikə minəs-sünnə. Yəni, Allahın ərşin üzərində olması, yəni ərşdən yuxarıda olmasının dəlili nədir? Sünnədən. Yəni, bu barədə Qur'an-ı Kərimdə çoxlu dəlillər var və onları biz sizinlə götürmüşük. Və sünnədə çoxlu dəlillər var. Mə lə tuhsa ədəduhu. Sayı bəlli deyil, yəni çoxdur, dəhşət. Hətta Şeyxülislam İbn Teymiyyə rahimehullah Qur'an-ı Kərimdə şafilərdən 1000-dən çox dəlil nəql edib ki, Allah Azza və Cəllə ərşin üzərindədir, göydədir. Göydə, yəni ucalıqda. Və sünnədən isə dəlillərindən necə gəlib,
hadis əvvəldə el-arş fawqa zalik vallahu fawqa el-arş və huwa yahkumul mulka min fawqi sab'a arqi'atin. Yəni deyir ki, ərş onun üzərindədir, yəni məxluqatın üzərindədir və Allah da ərşin üzərindədir. Və Allah ərşin üzərindən 7 qat göyə neynir? Yəni hökm edir. Bu hədis yəni bu hədisi Əbu Davud, Tirmizi, İbn Məcə rivayet ediblər. O hədisin isnadında zəiflik var, lakin hədisin mənası səhihdir. Çünki hədisin mənaları tam şəkildə səhih hədislərlə üst-üstə düşür. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin o cariyəyə sualı var, bilirsiniz. Deyir ki, yəni bir nəfər sahabelərdən biri öz qulluqçusuna şillə vurur. Və sonra yazığı gəlir. Və Allah Rasulunun yanına gətirir onu. Deyir ki, ya Rasulullah, belə buna yəni hissləndirdim, ona şillə vurdum. Və Allah Rasul soruşur həmin cariyədən, qulluqçu qadından. Deyir ki, əyn Allah. Deyir, Allah hardadır? Qalət fissəmə. O deyir ki, Allah göydədir. Fissəmə deyəndə, yəni ucalıqdadır da. Yəni bu səmanın ortasında, içində yox. Həmişə bunu biz yəni səma fissəmə deyəndə, yəni ucal, Allah göydədir yəni. Yəni göydə ucalıqda, yəni ərşin üzərində. Görürsünüz, uşaq böyüyür, sən Allah hardadır, barmağı ilə yuxarı edir, işarə edir. Hətta bidət əhli Allahın ərşin üzərində olmasını, göydə olmasını inkar edəndə nə edir? Danışır, inkar edir, axırda deyir ki, Allah buna şahiddir, əlini qaldırır yuxarı. Subhanallah. Çünki fitrətlər Allaha tərəf yanır. Bax, nə qədər cahil insan olur olsun, nə qədər cahil müsəlman olur olsun, hətta kafirlərin belə fitnəsi, yəni fitrəti bunun üzərindədir. Necə? Onlar dua eləyən kimi, ya Allah sənin kömək ol. Bax, çöldə ot yığanlar olsun. Meşədə qalan insanlar olsun, çoban olsun. Birdən yağış yağan nə edir? Ya Allah sənin kömək ol. Hara qaldırır başına, subhanallah. Bu fitrətdir də. Allah təala fətratallahi əlləti fətəran nəsə aleyhə. Allah insanları bu fitrət üzərində yaradıb. Ona görə deyir ki, əyn Allah, yəni deyir ki, Allah hardadır? O qulluqçu qız da deyir ki, Allah göydədir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ə'tiqhə fə innhə mu'minə. Deyir, bunu azad et, o deyir, mömin qadındır. Subhanallah. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Meyrac hədisləri. Biz Peyğəmbər sallallahu aleyhi ve sellem hara qalxmışdı? Göyə qalxmışdı. Meyraca. Sidratul Muntəhaya. Sidratul Muntəhə, yəni axır, məxluqatın axır yeri olan yer idi. Düzdürmü? Yəni Allah Azze və Cəllə Peyğəmbər sallallahu aleyhi ve sellem orada 5 vaxt namazı vacib etmişdi. Və bu dəlildir ki, Allah Azze və Cəllə göydədir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem mələklərin yəni bir-biri ilə ötüşməsi və buyurur ki, ثُمَّ يَعْرُجُ الَّذِينَ بَاتُوا فِيكُمْ فَيَسْأَلُهُمْ وَهُوَ أَعْلَمُ بِهِمْ. Deyir ki, mələklər insanların əməllərini Allaha çatdırmaqda, ثُمَّ يَعْرُجُ, mələklər qalxar deyir. Allaha çatdırmaqda. Əl-ləzinə bətu fikum, sizdən gecələyənlərin əməllərini, yəni gecələyəndə əməlləri qaldırarlar. Fəyəsəluhum, necə ki, əsrdə, yəni qaldırdıqları kimi. Və huvə a'ləmu bihim, Allah onlardan daha yaxşı bildiyi halda, amma hədisdən gəlir, summa ya'rucu əv yu'ricu ləzinə bətu fikum. Yəni onlar qalxarlar və yaxud da əməlləri qaldırarlar, yəni. Və bu hədisi İmam Məlik Muvattasında, həmçinin Buxari, Müslim, Nəsai rivayet ediblər. Və həmçinin vəhiy hədisində Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İzə qadallahu el-əmra fis-səma." Görürsüz, Allah göydə bir işi hökm edərsə. Subhanallah. Deməli, burada Allahın birbaşa ucalıqda olmağına dəlil. "Darabat el-mələikətü bi ecnihatiha khud'anan li qawlihi kə'ənəhu silsilatun alə safvanin." Deyir ki, Allah göydə bir işi əmr edərsə, mələklər qanadlarını bir-birinə çırpar. Sanki onlar deyir, zincir kimidir. Yəni, Allahın sözünə boyun əyərək. Yəni, fikirləşir, bu da hədisdən dəlildir. Bu hədisdə həmçinin Hümeydi, həmçinin Buxari, yəni bu hədis Hümeydi rəvayət edib, həmçinin Buxari rəvayət edib. Və həmçinin
şeyx buyurur ki, "Məzə qalə əimmətuddin minəs-sələf salih fi məsələtil istiva." Deyir ki, imamlar və həmçinin yəni dinin imamları, dinin alimləri, həmçinin qədim sələf salih. Sələf salih yəni keçmiş salih sələflər, sahabələr, tabinlər, ətba'ut tabinlər. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm onların nəslini tərifləyib, yəni onların etiqadı, əməli doğru olacaq. Ona görə fikir verin, etiqad və həmçinin dəlil gətirmək yollarından biri nədir? Qurandan dəlil gətirmək, sünnədən dəlil gətirmək, həmçinin sahabələrin sözlərindən dəlil gətirmək. Nəinki sahabələrin sözləri, hətta tabinlərdən belə yəni neynilər? Dəlil gətirirlər. Nəyə görə? Ki, onların rəyi nədir? Misal üçün, Atanın rəyi nədir? Zeyd ibn Cübeyrin rəyi nədir? Və həmçinin İkrimənin, Qatədənin və s. alimlərin rəyləri nədir? Nəyə görə? Çünki onlar təriflənib sahabələrin tələbələri olub. Onlar gör kimlərdən elm alıblar. Ona görə onların rəyləri də yəni insan yəni məsələlərdə tərcih yollarından sayılır. Ona görə hətta etiqad imamlardan da bizə gəlib, düzdürmü? Yəni bəzi etiqadlar var ki, Quranda yoxdur, sünnədə yoxdur. Amma sahabənin sözündə var. Və necə ki biz dərsin əvvəlində dedik ki, sahabə Allah təala deyir ki, onlar kim iman etsəz, siz də hidayət olarsınız. Deməli, onların əqidəsi necədirsə, biz elə əqidədə olsaq, bizim də əqidəmiz doğru olar. Və bu barədə bilirsiniz, onlar deyirlər ki, necə ki İmam Məlikdən varid olub. İmam Məlik kimdir? Ətbə'ut tabi'in. Ətbə'ət-tabi'in. Deyirlər nə? Yəni tabinlərin tələbələrindən olub. Kimin tələbəsi olub? Nafi'nin. Kimin tələbəsi olub? İbn Şihab əz-Zuhrinin. İbn Şihab Zuhri İbn Ömərdən, Əbu Hüreyrədən, həmçinin İbn Abbasdan nəql edib. Nafi' də İbn Ömərın mövləsi olub. Əbu Abdullah Nafi'. Əbu Abdullah Əbu Abdullah Nafi' Əl-Quraşi. Deyirlər, Quraşdan olub. Yəni, onların tələbəsi olub, onlardan götürür. Yəni, birbaşa sahabələrdən elm alandan İmam Məlik elm alıb. Və Peyğəmbər sallallahu aleyhi ve sellemlə arasında 2 nəfər olub. Və deyir ki, Allahın göydə olması, yəni Allahın ərşin üzərində olması qeyri məchul, məchul deyil, yəni məlumdur. Yəni məchul deyil, məlumdur ki, yəni Allah göyün istivadadır, yəni Allah zəvacı ərşin üzərindədir. Deyir ki, vəl keyfu qeyri məqul, deyir ki, necədir orada, yəni necə istiva edib, necə ucalıb, hansı haldadır, qeyri məchul, qeyri məqul, əql olunmur. Çünki Allah bizə xəbər verib ki, Allah oradadır, amma deməyib necə oradadır, necə ucalıb, nətərdir, aydındır. Ona görə biz ispat edirik ki, oradadır, amma necəliyini ispat bilmirik. Yəni. Ona görə bu məsələ İmam Albani'dən böyük faydadır. Allahın sifətlərinin keyfiyyəti var. Var. Allahın sifətlərinin, vəsiflərinin hamısının keyfiyyəti var. Əgər keyfiyyəti olmasaydı, onda inkar olunardı. Yəni, yox kimidir. Yəni, keyfiyyəti olmayan bir şey nədir? Yox. Aydındır. Amma bizə məlum deyil. Aydındır. Ona görə Şeyx Albani deyir ki, bizə məlum deyil o. Aydındır. Vəl-iman bihi vacib. Deyir ki, ona iman etmək vacibdir. Və-sualu anhu bid'atun. Deyir, o haqda sual vermək bidətdir. Minallahi ar-risalə və alə-rasul əl-bələğ. Deyir, risalət Allahdan, yəni dini Allah göndərib. Və təbliğ etmək, onu çatdırmaq Rasuldandır. Və aleynə ət-təsdiq. Bizim üzərimizə vacib nədir? Təsdiq etmək və təslim olmaq. Və həkəzə qovluhum fi cəmiə ayətil əsmə və sifəti və əhədisihə. Və beləcə də deyir, onların bütün isim və sifətlər, ayətləri və hədisləri haqqında olan, onların sözü həmişə belə olur. Yəni, isim və sifətlər haqqında bizim sözümüz necədir? Onlar məchul deyil, məlumdur. Çünki onlar ərəb dilindən azad olub, ərəb dilinin mənası məlumdur. Və bizim başa düşdüyümüz şeylərlə Allah Azza və Cəllə bizə müraciət edib. Öz vəsifləri olsun, öz adları olsun, aydındır, öz feilləri olsun. Bunlar hamısı məlumdur. Keyfiyyətləri məchul deyil. Necə? 3. İman etmək vacibdir bizə və onlar haqqında soruşmaq ki, necə nazil oldu, nətər gəldi, necə istiva etdi. Bu nədir? Bidətdir, çünki soruşmayıblar. Sahabələr xeyrə ən həris insanlar olub, amma heç bir nəfər də onlardan soruşmayıb ki, ya Rasulullah, Allah necə istiva edib?
Onu görə ki, o haqda soruşmaq nədir? Bidət çünki sahabə soruşmayıb. Və həmçin Peyğəmbər sallallahu əleyhi və səlləm o haqda dinləməyib, deməyib, bəyan etməyib, ehtiyac yoxdur. Deyir ki, və aleynə, deyir ki, Allahdan risalə, Rasuldan bəyan, bələğ, təbliğ, çatdırma, aleynə tasdiq, bizim üzərimizdə təsdiq etmək düşür. Və təslim olmaq ki, yəni, səmi'nə və ata'nə, ey Rəbbimiz, eşitdik və itaət etdik. Və həkəzə deyir, və beləcə bütün yəni, ad və sifətlər, hədisləri və ayətləri belədir. Necə ki, Allah Teala buyurur, deyir ki, əmənnə bihi kullu min indi Rabbina. Yəni, bizə öyrədir Allah Azza və Cəllə bu ayətlə ki, deyin ki, əmənnə bihi, yəni onların sözlərini bizə nəql edir ki, möminlər belə deyər. Onlar deyirlər ki, əmənnə bihi, biz buna iman etdik, kullu min indi Rabbina. Bunların hamısı öz Rəbbimizdəndir. Deyir ki, əmənnə billahi və şəhəd bi ənə muslimun. Bu da başqa ayətdə deyir ki, biz onlara iman etdik və sən şahid ol ki, biz müsəlmanlarıq. Və sən şahid ol ki, yəni ey Rəbbimiz, şahid ol ki, biz müsəlmanlarıq, yəni sənə təslim olanlarıq. Və yəni, bu da yəni, imamların qovullarıdır və bu haqda bu qovullar, yəni kim bunları axtarmaq istəsə, misal üçün İmam Məlikin Muvattaca olan fətavası və həmçinin onlardan nəql edən İbn Əbdülbər kimi alimlər İmam Məlikdən təmhiddə, istizkarda nəql ediblər, xüsusən təmhiddə İmam İbn Əbdülbər onun sözlərini əqidədə, etiqadda nəql edib. Və həmçinin İmam Əhmədin yəni necə ki Abdullah oğlu Abdullahın ondan məsailləri var. Abu Davud, Süleyman ibn Əş'əs Sicistanın ondan məsailləri var. Kim oradan istəsək baxa bilər yəni ki alimlərin etiqadlarına. Əgər kim yəni gücü çatırsa təbii ki. Və onlar həqiqətən də sələfin etiqadında olublar, sələfin etiqadı müdafiə ediblər. Bu icmadır, mötəbərdir məsələ. Allah bir daha doğrusu Allah bizi doğru etiqadda etsin. Allah bir daha doğrusu Subhanəkə Allahum həmdik. Əşhədu an la iləhə illə ənt. Əstəğfiruka və etûbü ileyk.